çatrandı. Biz sizin növbəti tələbənizə qulaq asmaq istəyirik. Ülvi. Ülvi, yəni həm istedadlı oğlandır, həm də davranışı, tərbiyəsi, əxlaqı yerində olan bir tələbədir və deməli, Ülvi, deyirəm ki, sən mənim özümə oxşamsan. Həmən onu demək istəyirdim. Həm tarifə eləyəcək, həm də özü oxuyacaq bir Segah ladında Gecələr mahnısı. Nə gözəl. Ülvi Ağamalızadə, Ayaz müəllim də bilirik ki, gözəl səsə maliksiz və mənə elə gəlir ki, Ülvi də öz müəlliminin yolunu davam etdirir. Elə deyil Ülvi? Buyurun, eşidək sizi. Yaş dövrü ilə əlaqədar səsin dəyişmə dövrüdür. Əvvəllər zil muğamlar oxuyub. Ülvi həm xanəndəliyi bitiribdir, həm də bu il tarı bitirir mənim sinifimdə. Ülvi, biz sizdən elə bir performans gözləyirik ki, buyurun, həm oxuyun, həm də özünüzü müşahidə edəcəksiniz. Bu heç də asan bir iş deyil, Ayaz müəllim. 2 qat məsuliyyətdir. Buyurun. Ürəyimdə səhərim neçə həsrəti vardır. İntizarlarımda gecəyə uzunlarmış. Gecələr, gecələr, gecəyə uzunlar. Quş tək uçan xəyalıyım, hardan hara gecələr. Mən həsən aparıram yatayanlara gecələr. Gecələr, gecələr, yatayanlara gecələr. Saçlarıma dən düşür yaman düşür. Hər baxanda anamın ürəyinə qan düşür yaman. Saçlarıma dən düşür yaman düşür. Hər baxanda anamın ürəyinə qan düşür. Vax saçlaya səni dərdə salmasın. Saçımın ağlığından qanın heç qaranmasın. Gecələr alışıram masay arxasında mən, saçlarım dağarım qəlbimin ateşindən. Sən demə ki balamıyam, bəlkə gizli qəmi var.
Baxsız ağaran saçımın özgə bir aləmi var da yaman ay fikrim dayanda aranda yuxu haraya mən hara yuxu hara mən hara xəyalıyam sancılım sayrışayam ulduzlara sayrışan ulduzlara ürəyimdə səhəri neçə həsrəti vardı İntizarlarımda gecəyə uzunlamış gecələr gecəyə uzunlamış Kuş təyi çalır xəyalıyam hardan hara gecələyəm mən həsəyəm aparıram yatayanlara gecələr yatayanlara gecələr yatayanlara Ayaz müəllim, Ülfünün bu ifasına neçə qiyməti verərdiniz? Vallahi mən- Həm ifa eləyir, həm oxuyur. Bəli, Valla bəli. sizin dərsdə darıxmaq olmaz. Yəni Ülvünün bu ifasına ancaq 10 bal vermək olar da, yəni 10 10 bal. üstə gəl. Aha. Çünki ürək məsələn göz qabağında, şirinlik, öz-özün müşayiət, arada da secə oxuyanda tarda da göstərdi ki, yəni tarla Bəli, adi elə bəli. belə, yəni bir o var o dəm saxlamaq, elə belə vurursan ancaq oxuyursan. Yəni arada ifasını da göstərdi ki, yəni tar ifaçılığı da bu səviyyədədir. Oxumaqda biraz səsinin yaş dövrünlə əlaqədar səsin dəyişmə dövrüdür, amma məsələn bu yaşında bizim də bir söz var da, o yaxşı sənətkara deyirlər samballı sənətkar. Bəli. Yəni bu yaşında o ki sambalı var. Sambalı. Maşallah.